Qüvvələr yenidən sentyabr müharibəsinə hazırlaşırlar. Paşinyandan belə bir olduqca şok açıqlama da gəlib. Hansı qüvvələr, kimlər yenidən sentyabr ayında müharibə hazırlığı içərisindədir və bunların indiki məqamda belə bir aktivliyi nədən xəbər verir? Paşinyanın özünü səsləndirdiyi fikirlər var və həmin şok açıqlamadan üzə çıxan detalları və məqamları sizə təqdim edirik. Bəzi qüvvələr ağır nəticələrə səbəb olacaq yeni bir sentyabr müharibəsi hazırlayırlar. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib. Müharibənin tərəfi hər gün daha da aydınlaşır. Çünki bu partiyalar və dairələr sülhə qarşı olmadıqlarını deyirlər. İkincisi isə hakimiyyətə gəldikləri təqdirdə sülhü yenidən nəzərdən keçirməyə başlayacaqları barədə danışmağa hazırlaşırlar. Birbaşa heç bir bəhanə olmadan demək istəyirəm ki, bu təkcə Ermənistan Respublikasının ərazisində deyil, həm də suverenliyinin itirilməsi ilə nəticələnən bir müharibə olar, deyə o bildirib. Hökumət başda vurğulayıb ki, bəziləri nə dediklərini belə başa düşmürlər. Dediklərini başa düşməyən qüvvələr və siyasi xadimlər Ermənistan Respublikasında heç bir rəsmi statusda iddia etməməlidirlər. Həmin qüvvələr sülhə yenidən baxılması mövqeyindən çıxış edir ki, bu da qaçılmaz müharibə deməkdir. Bu seçkilərdən çox keçmədən ən gecə payızda baş verəcək. O lazım gələrsə adlar çəkə biləcəyini qeyd edib və bu qüvvələrin yenidən müharibə hazırlığı içərisində olduğunu da bildirib.